İzalı test 5. sınıf İngilis dili. 3 sualı izah edeceğim. 9 ile 10'u siz özünüz şərhlərdə yazarsınız cevabını. 6. sual choose the correct variant, düzgün variantı seçin. My teacher me to speak English. Teach bəbəndə teach var. Biz 3-cü şəxsin təkindədir my teacher. Ona 3-cü şəxsin təkində feilin sonuna s və ya es əlavə olunur. Bəbəndə səhvdir. C bəndə teaching var. Əgər indiki davamlı zamanda olsaydı cümlə is teaching olmalı idi. C bəndə səhvdir. To teach var burada D bəndində. Əgər biz feili cümləyə daxil edəndə tonu atırıq. Feili cümləyə daxil edirik. D bəndə səhvdir. My teacher teaches me to speak English. My teacher 3-cü şəxsin təkindədir. Feilin sonuna es əlavə olunub. A bəndi doğru cavabdır. My teacher teaches me to speak English. Mənim müəllimim mənə ingiliscə danışmağı öyrədir. 7. Choose a correct modal verb. You translate this text, it's easy. Can modal feili bacarmaq, bilmək mənasını verir. Can'dan sonra ikinci feil gələndə to işlənmir. C bəndi, D bəndi doğru cavab deyil, səhvdir. A bəndi you can't translate this text, it's easy. Sən bu mətni tərcümə edə bilməzsən, o asandır. Demək cümlənin mənasına görə uyğun gəlmir. A bəndi səhvdir, B bəndi doğru cavabdır. You can translate this text, it's easy. Sən bu mətni tərcümə edə bilərsən, o asandır. 8. Choose the correct WH how question. Xüsusi sual cümlələrini seçin. Doğru. How does your friend? How ilə başlayan cümlə, əgər cümlədə başqa köməkçi feil yoxdursa, does istifadə olunur. How does your friend help you? Friend 3-cü şəxsin təkindədir. Does işlənib, bir düzdür. 2. Does yoxdur burada. 2 səhvdir. 3. How do your friend help you? Burada friend təkdədir. How do your friend does olmalıydı. Ona 3 də səhvdir. How do your friends help you? Friends 3-cü şəxsin cəmindədir. Dostlar. Burada do your friends help you 4 də düzdür. 1 ilə 4 doğru cavabdır. 9 ilə 10'un cavabını şərhlərdə yazarsınız.